Fövqəladə Hallar Nazirliyinin Akademiyasında tur bələdçiləri üçün turistlərin müxtəlif məkanlarda təhlükəsizliyinin təmin edilməsi, o cümlədən fövqəladə hallarda düzgün davranış qaydalarına dair təlim təşkil olunub. Dövlət Turizm Agentliyinin də birgə təşkilatçılığı ilə baş tutan təlimə 50 nəfərdən artıq tur bələdçisi cəlb edilib. Məqsəd yerli və xarici turistlərin təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyini, o cümlədən tur bələdçilərinin bu sahədə bilik və bacarıqlarının, habelə fövqəladə hallara hazırlıq səviyyələrinin artırılması olub. Azərbaycanda turizmin inkişafı ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə daxil olan müraciətlər arasında əcnəbilərin payı da artmaqdadır. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin rəisi Nizami Əsədovun sözlərinə görə qaynar xəttə hər gün orta hesabla 8-10 min müraciət daxil olur. Bildirilib ki, vətəndaşların və turistlərin fövqəladə hallar zamanı operativ yardım almasını asanlaşdırmaq məqsədi ilə 112 mobil tətbiqi istifadəyə verilib. Tətbiqin əsas üstünlüklərindən biri istifadəçinin yerləşdiyi məkanın avtomatik müəyyən edilməsidir. Belə ki, istifadəçi tətbiq vasitəsilə müraciət etdikdə hadisənin baş verdiyi ünvan dərhal xəritə üzərində görünür və bu da operativ xidmətlərin hadisə yerinə daha sürətli yönləndirilməsinə imkan yaradır. Müəyyən hallarda xarici vətəndaşlar, əcnəbilərin müraciəti görsənir. Bu müraciətlərin qəbulundan yana mərkəz tərəfindən bir neçə xarici dil bilən ingilis, rus, ərəb dili hər növbədə olması təmin olunmuşdur. Əlavə olaraq əlil şəxslərin müraciətlərinin qəbulundan yana müəssərlik təmin olunmuşdur. Turizm sahələrimizdə, bölgələrimizdə hər hansı bir fövqəladə hal baş verdikdə 112 qaynar xəttə ilk olaraq müraciət etməyi bütün şəxslərə tövsiyə edirik. Qeyd olunub ki, ölkədə turizm sektorunun genişlənməsi fonunda 112 xidmətinə daxil olan müraciətlərin müəyyən hissəsi xarici vətəndaşlara məxsusdur. Bu isə fövqəladə hallara operativ reaksiya verilməsi baxımından rəqəmsal həllərin əhəmiyyətini daha da artırır. Ekoturizmin inkişafı Dövlət Turizm Agentliyinin əsas prioritet sahələrindəndir. Hansı ki, biz təbiət və aktiv turizmin inkişafında xüsusi üstünlük veririk və regionlarda xüsusilə bu sahənin inkişafı mühüm prioritetimizdir. Dağ piyada marşrutlarının inkişafı, xüsusilə macəra turizmində standartların qəbul olunması və dağ bələdçiliyi üzrə dünya bu sahədə fəaliyyət göstərən federasiyalarla görüşlərin keçirilməsi bu sahənin daim nəzarətdə olduğu və prioritet olduğunun göstərgəsidir. Qeyd edək ki, turizm bölgələrində fövqəladə hallar zamanı vətəndaşlara və turistlərə ilk növbədə 112 qaynar xətti ilə əlaqə saxlamaları tövsiyə olunur. Xüsusilə dağlıq və çətin keçilən ərazilərə səyahət edən zaman turistlər marşrutlarını əvvəlcədən planlaşdırmalı və bu barədə aidiyyatı qurumların məlumatlandırmalıdırlar. Bildirilir ki, alpinistlər və yüksək dağlıq ərazilərə qalxan digər turistlərin hərəkət trayektoriyaları barədə öncədən məlumat verməsi mümkün fövqəladə hallar zamanı hər hansı insident baş verdiyi təqdirdə axtarış xilasetmə qüvvələrinin həmin istiqamətlər üzrə daha operativ və hadisəyə vaxtında müdaxilə edilməsinə kömək edir.